Bu məkandan heç gözləməzdim. Çox xahiş eləm yıxıb sürməyin ki, bu pul sizdə hardandır? İşləyirik, qazanırıq, xərcləyirik və təcrübələrimizi sizinlə bölüşürük. Dünən Qoçətin Nizami metrosu tərəfdə yerləşən filialına getdik. Burada vale xidmətini öyrənəndə çox təəccübləndim. Bakının mərkəzində yer tapmaq, samanlıqda iynə tapmağa bənzəyir. Ona görə avtomobilinizdən qəti şəkildə narahat olmayın. Məkanın ab-havası çox ürəkaçandır və ikinci mərtəbəsində pəncərə kənarı yerlər dəhşətizmdir. İçəridə havalandırma yüksək səviyyədədir. Namaz otağında eyni anda 3 nəfər rahat namazını qıla bilər. Təndirdə çörəyi bişirən xanım gün ərzində ən az 250 çörək bişirdiyini və işini çox sevdiyini deyəndə çörəklərin niyə bu qədər dadlı olmasını başa düşdüm. Buradakı Sezarı sınamadan yan keçə bilmədim. Sezar salatını sevirsinizsə bu salat sizi sizdən alacaq. Təzə, isti təndir ya da puf çörək ilə acılı əzmə və süzmə adama təzə nəfəs verir. Qoçətin mis stəkanda verilən qatıqlı kapuçinosu adama deyir həyat gözəldir. Xanlara layiq xan kebabı isə həm mədənizi, həm gözünüzü doyuzdurur. Xüsusilə də kişilərin mənə ən çox ləzzət eləyən məhz dana lokumu oldu. Elə ağızda əriyir. Yəni katməri bütöv şəkildə mən yeyib bitirə bilməzdim. Maraş dondurması ilə yanında çayla birlikdə çox ləzzət elədi. Əgər çay istəmirsinizsə fərqli qəhvə növləri də sifariş eləyə bilərsiniz. Qoçətin bütün filiallarında məhsullar halaldır, təmizdir, spirtli içki və siqaret qadağandır.